1848-49-cu illərdə Almaniya burja demokratik inqilabı, 1848-ci ildə başlayan Almaniya inqilabının əsas tələbləri vahid milli dövlətin yaradılması, feodal qaydalarının ləğv edilməsi idi. Bu tələblərlə əhali üsyana qaldırdılar. 1848-ci ildə baş verən üsyanın təsirlə Kral 4-cü Friedrich Wilhelm Milli Məclisə seçkilər keçirməyə razı oldu. 49-cu ildə Prusiyada daxil olmaqla bəzi Alman dövlətləri Ümumi-Alman parlamentini, Milli Məclisini açdılar. Milli Məclis konstitusiya hazırlamalı idi. 1849-cu ildə Ümumi-Alman parlamentində hazırlanmış konstitusiyanın müdafiəsi üçün deməli başlayan üsyanlar burja demokratik inqilabına çevrildi. Amma az sonra kral deməli xalqın etimadını itirmiş, məclisi qovdu və özü xalqa konstitusiya bağışlamaq haqqında fərman verdi. Frankfurt-Main şəhərində fəaliyyətə başlayan Ümumi-Alman parlamentində deputatların əksəriyyəti vahid Almaniya imperiyasının yaradılmasını irəli sürdülər. Burada məclis Almaniyanın birləşdirilməsini səlahiyyətlərini Prusiya kralına versə də, o Avstriyanın təzyiqi ilə bundan imtina etdi və Almaniyanın vahid dövləti birləşdirilməsi cəhdi baş tutmadı, iflasa uğradı. 1848-49-cu illərdə Almaniya burja demokratik inqilabı məğlub oldu və qarşıya qoyulan tələblərdən yalnız biri konstitusiya qəbul etmə vəzifəsi yerinə yetirdi və inqilab Almaniyanın birləşdirilməsini və feodal qaydalarını ləğv edə bilmədi 1848-49-cu ildə. Daha sonra 1848-49-cu illər Almaniya burja demokratik inqilabı nəticəsində Almaniya kapitalizm inkişafı yoluna daxil oldu. Sənaye çevrilişi başladı. Almaniya dəmir yolları çəkilişinə, buxar maşınlarının sayına və kömür istehsalına görə Fransanı ötüb keçdi.